Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. 10 may 2026-cı il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssəsə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələr düzmüşlər. Ağdam Muğam mərkəzində baş tutan rəsmi hissədə iştirakçılar Ulu Öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərdən bəhs edən foto və kitab sərgi ilə tanış olub. Daha sonra dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Əvvəlcə Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş, xalqa həsr olunmuş Ömrü adlı film tədbir iştirakçılarına nümayiş etdirilmişdi. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ulu Öndərin öz xalqının zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış. Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkası işığında qədəm qoymasından bəhs etmişdi. Çıxış edən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin gələcək inkişafının möhkəm təməlinin qoyulmasından, 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının xalqın tələbi və zərurətindən yaranaraq qısa müddətdə Ümumxalq Partiyasına çevrilməsindən, məhz bu siyasi təşkilatın fəaliyyəti nəticəsində ölkədə sabitliyin bərpa olunmasından, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsindən və Azərbaycanın davamlı inkişaf strategiyasının müəyyən edilməsindən bəhs etmişdi. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar məhnunlarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdi. Tədbirdən sonra Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə hədiyyələr təqdim olunmuşdu. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.